bahçesinde bir gülde bitti. Yığıştık meclise çağırırlar dedi. Senin şerefine bu şad gününe 5 günlük dünyadan birinde öttü. Heyet bahçesinde bir gülde bitti. Yığıştık meclise çağırırlar dedi. Senin şerefine bu şad gününe. Dostlara doğma ses senin ünündür. Sen sanma bu günün adi günündür. Dostlara doğma ses senin ünündür. Sen sanma bu günün adi günündür. Sevine azizim bak adı günündür. Talihinde senin en şad günündür. Sevine azizim bak adı günündür. Talihinde senin en şad günündür. Tebrik söyleyirik sana yürekten. Hoş gün dileyirik sana felekten. Hiç seçilmeyirsen vallahi melekten. Ak günün mübarek mübarek olsun. Tebrik söyleyirik sana yürekten. Hoş gün dileyirik sana felekten. Hiç seçilmeyirsen vallahi melekten. Ak günün mübarek mübarek olsun. Mübarek olsun, mübarek olsun. Ak günün mübarek olsun. Mübarek olsun, mübarek olsun. Ak günün mübarek olsun. Bugün bir insanın tevellüdüdür. Dostlar şadlık edip hamur eksidir. Kadeh çingil değil vade sesidir. Ad günün mübarek mübarek olsun. Bugün bir insanın tevellüdüdür. Dostlar şadlık edip hamur eksidir. Kadeh çingil değil vade sesidir. Ad günün mübarek mübarek olsun. Sebep gör ötenin hayalındadır. Yaşanan hoş günün rüyasındadır. Sebep gör ötenin hayalındadır. Yaşanan hoş günün rüyasındadır. Geleceği günlerin dünyasındadır. Ad günün
Çıktı evinden aziz dostum benden. Küsüp incidi ayrılık yad kimi. Çıkıp evinden o giden yollar ot basıp indi. O giden yolları ot basıp indi. O gedib özümə gələ bilmirəm. Dost gedib özümə gələ bilmirəm. Necə nəğmə quşum, necə dinləyim. Dost gedib özümə gələ bilmirəm. Necə nəğmə quşum, necə dinləyim. Dost gedib özümə gələ bilmirəm. Elə bilənlərim yox olub mənim. Gözümün yaşını silə bilmirəm. Elə bilənlərim yox olub mənim. Gözümün yaşını silə bilmirəm. Gözümün yaşını silə bilmirəm. Çaldığım sazımı getirin mənə. Gör necə mahirəm saz çalmaqdan. Çaldığım sazını getirin mənə. Gör necə mahirəm saz çalmaqdan. Əlim bir gətirinə dəyən kimi. Gətirilən dəyən kimi. Saza tutub yanıram, duya bilmirəm. Saza tutub yanıram, duya bilmirəm. Necə nəğmə quşum, necə dinləyim. Dost gedib özümə gələ bilmirəm. Yox olub mənim. Gözümün yaşını silə bilmirəm. Elə bilənlərim yox olub mənim. Gözümün yaşını silə bilmirəm. Gözümün yaşını silə bilmirəm. Gəl itirməyək dostları qardaş. Gəl itirməyək dostları qardaş. Onsuz da çox deyil yaxşı dost sirdaş. Ay dostluk arasında aparıp gedir her saat her il. Dostluk arasında
aparıp gedir her saat her il. Bizim bu vaxtımızda Enver Bey dost titresi vaxtımız değil. Tutmursa qasiyə, tutmursa ürək. Tutmursa qasiyə, tutmursa ürək. Naxa yerdən dadmayan duzdan çörək. Bizim bu vaxtımızda dost titresi vaxtımız değil. Qadam mənə güzel mara, qadam mənə körpə mara. Ayrılığından ayam koyma sarılırım, ayrılığından koyma sarılıyam. Qadam mənə güzel mara, qadam mənə körpə mara. Ayrılığında koyma saralı, ayrılığında koyma saralı. Gələr, axar gider, durmalar qatar gider. Bu dünya bir güzgüdür, hər gələr, baxar gider. Su gələr, axar gider, durmalar qatar gider. Bu dünya bir güzgüdür, hər gələr, baxar gider. Qadam mən alım, güzel maralım, qadam mən alım, körpə maralım. Ayrılığında koyma saralıyam, ayrılığında koyma saralıyam. Qadam, qadam, qadam mən alım, körpə, körpə, körpə maralım. Qadam, qadam, qadam mən alım, körpə, körpə, körpə maralım. Hoş gelirsiniz hamınız bizim meclisimize. Bugün güzel günlerden biridir. Bizim kardeşimizin 50'liydi. Hamımız ona büyük bir can sağlığı arzulayaq. Xoşbəxt olsun, ağrımasın, can sağlığı. Kim çatır? Bugünkü bizim meclisde eləm Mehdi Dayoğlu aparsa yaxşı olur, ha? Bəli, bəli. Kim çatır, vallahi qismət eləsin. Cavanlara Nati kimi qocalmağı hamıya qismət eləsin. Akşamımız xeyir olsun. Hamıya salamlayıram. Allah'tan bizləri Allah beləci günlərdə görüşdürsün. Mən bugünkü gün qardaşımın, yaxın cancağımın, sinir yoldaşımın, uşaqlıq dostumun gübrəyidir, əvliliyidir. Ad günü mübarəklə qardaşım. Can sağlığı, ömür uzunluğu, ailə saadəti, məhəbbət, sevinç, həyatda nə qədər gözəlliklər varsa, hamısını sana, sənin ailənə, səni sevənlərə, sən sevənlərə arzu edirəm. Qoy həyatın bax beləncə çox sıratlı, qohumlarla, qardaşlarla, dostlarla, sinif yoldaşlarla, cancələrlə, birgət deyə, günə sevinçlə, məhəbbətlə keçsin. Mən sana bir daha bağırma olasın, gəl sabah ürəkdən bağırma olasın. Ad günüm mübarək. Mən də bilirəm ki, belə bir gözəl gündə Sürüyə o ayəndə olan qardaşlardan bütün Allah'a evladır. Mən də Mehtap qardaşıma həvalə edirəm, çünki
Bu güzel sağlıklar deyip sırlayı yola koyalım. Çok sağ olun. Şimdi mikrofonunu gönderin böyle şeye bak. Hadi Mahmut okuyor. Ona göre en çok Hasan'dan Sevgiye gelen güller gülür, evinde gülür boyur. Sevgiye gelen güller gülür, evinde gülür boyur. Güler güzel güller var, ki burada adam konaklarımız az olduğuna göre hamımız bir aile buradadır. Kim kime söz verecek öz ailesinden çıksın, qəşəng rəqs eləsin. Böyle bir de burada kim kimin yoldaşıdır, hamısı tanısın birbirini ve ailelerine söz versin. Elə de baxırsan bu oyunu hüküm, elə bir ki 150 yaşın var, əlindən getdi, 50 ilə sən çatmışsın oraya. Sənin aslında birdən qoçaq çıxıb getdi, keçdi qalmalı. Size bu bölümün hastalarını edeceğim. Sağlıklı edeceğim. Herkes bir şey olmasın. İlki bölümde benim icra güzel çalışmışım kız arkadaşlar. Fatih kardeşim dinleyeceğim. Buyurun. Bundan sonra ne kadar Allah'tan kısmet sonra ölümler yaşarsın. Olarsa Natiqi buraya dəvət edən ortaya. Burada prosta bir bağlıcası olan biz 30 var. Bizdə həmişə kadınlar önce gelir de ona göre yaxın otururlar bize. Burada kardeşler oturmalıdır, sözden demeliler tezli durur. İndi ona göre kim sözden de xahiş edim gelsin bura. Burada qəşəng desin çünkü video kamera var burada, başka şey fikirləşmə. Sağ ol Latif. Bir daha bak belə güzel kardeşlerle həmişə ətrafında, bölümdə qoy belə güzel kardeşler olsun, ürəyin istədiyi insanlar olsun ve onlarla birgə can deyib, can eşmiş olsan. Bugünkü gündən sonra aile xoşbəxtliyi, can sağlığı, ömür uzunluğu. Olarsa Mehriban bacım belə buraya uğrardı. Mehriban xanım buyurun xahiş edim. Sen de öz ürək sözünü gələn qonaqlara bildir. Buyurun. Hamınız hoş geldiniz. Çok şadımsın. Hamınızı hoş geldiniz. Sağ ol hocam. Bir de alkışlar gelsin de bu yübülerin şerefine ne olar? Ay maşallah, maşallah. Bir adam var mecliste. Göre indi Mehriban baldızına dəyəcək. Çünkü Natiqə Allah kömək olsun. Natiq bir balaca arada ağrıdı elədi. Natiqi bu cürə saxlayan bu xanım var. Allah canlı. Çünkü mənim baldızım deyə böyümürəm ha. Faktçı, çox yes deyirəm. Elə bir mənim baldızlarım çoxdur, var olsunlar. Arzucan Natiqə, nə deyirsiniz? Belə olmur. Can sağlığı, uzun ömür, 100 yaşında da belə koşa olasınız. Gəlsin qəşəng mahnı, gəlsin Natiq. Bacanan qızları hardadır, bütün qohumlar buyursun qəşəng bir dənə rəqsə. Bilmem
Doğrudan çox sağ olun, qohumlar. Çox gözəl də məclis. Yavaş-yavaş başlayıb avrat götürüb. Mehdi qardaşım niyə aç stavka verdi, mənim başım çıxmır? Məclisimiz, mən deyək, mən danışanda biraz nito çıxar. Amma Mehrab bilirəm ki, məndən utandı, onca qaçdı. Öydən bir adam olar. Hələ ki imkan var, ay Mehdi. Hələ ki imkan var sizi geri posta qaytarmağa. Nə deyirsiniz? Siz onda biraz maraqlı olur, bilirsəm. Mən tək başlayayım, problem yoxdur. Sizlə gözəl olur da, yəni. İstəsəniz mikrofonu verərəm, orada danışarsın. Amma burada çıxan söz deməndə də video yaxşı düşməyəcək. Qoy mən, siz biraz çörək yiyin. Qoy Vəfadar qardaşıma söz verim. Ona kimi siz hazırlaşın qardaş. Çox xahiş edirik. Məclis adamı Vaqif demiş ki, məclisdə gələr. Vəfadar qardaşımız var olsun. Allah onun canını sağ eləsin. Bax, bu gözəldir Zavideniyada. Doğrudan da Münxin deyirlər, mən bu gün burada birinci olmuşam. Doğrudan da yeməkləri çox gözəl, çox qəşəng, çox təmiz. Maşallah. Allah bəd nəzərdən qorusun. Mən bircə şey arzulayıram ki, bizim xalqımıza. Onu arzulayıram ki, çox hafif ki, biz 1 milyon deyirik qabaqlar. 1 milyon olsa ya 1-2 milyon, bəlkə dünya meydan oxuyardı kitaylar ki bizdən. Balaca bir avtonomiyamız olaydı, bir vətənimiz olaydı. Deyədir, ay qaballar, bax, bura sizindir. Orası su olaydı, daş kəsə olaydı, orası biz düzəldərdik, asfalt eləyərdik. Elə qoçaq xalqımız var. Bax, göz qabandadır bugün bizim qardaşımızın, Vəfadarın gördüyü işlər. Bugün burada əyləşmişdir, burada dincəlir doğrudan da. Çox gözəl, super. Mən qardaşımı təbrik edirəm, Allah canını sağ eləsin. Və onunla da sözü də sizə vermək istəyirəm. Vəfadar, buyur sən də qardaşını təbrik elə. Doğrudan da sən çox güclü dəstək olursan. Natiq üçün Allah canımı sağ eləsin. Başın ucu olsun, çox gözəl, çox qəşəng. Allah sizi kimi qardaşları çox eləsin bizim elimizdə, obamızda, gözəl olanları. Arada bu muskantları da sponsorluq elə. Tadı-qurbanları yox. Bunu mən sana deyirəm ki, sən tadı-qurbanada bir muskanta 100 min, 200 min verir, o muskant deyil ümumiyyətlə. Bax, deyirəm sizdə, mən hamı səhvi sıra deyirəm. Bunları yaddan çıxar, çünki biz elə oğluyuz, biz vətən. Sən bir 5 min dolar xarçlasan bunlar üçün, inan ki, Vəfadar getdi göydədir, sən reklam alır. Nə deyirsən? Sağ ol, var ol, mən zarafat eləm, əlbəttə. Təbrik eləm, mən sizi qardaşlı bu yubiley gün doğrudan 50 yaş, elə bir yaşdır ki, nə qoca deyil, nə cavan deyil. İki arada var olsun Natiq bacanağımız. 150 il yaşasın, Allah onun canını sağ eləsin və sözü sizə verim. Həm də ki, Ceyran bacımız da buyursun buraya, gəl görün, gəl bacım. Gəlin siz də, hana oğlu Ruslan hardadır? Ruslan da gəlsin. Ha, getdi mi? Fikir yox, canı sağ olsun. Gəl görüm, ay Ceyran xanım, siz də buyurun. Vəfadar Mamur zahbət edir Ceyranın xanım mahnısı oynama, oxumağa da oxumuram, görürsən, qorxuram. Buyur qardaş, təbrik elən Natiq'i. Natiq! Hov, eləmək, sən söz verəndə xahiş eləm buradadır. Mehriban xanımla gələ bilər, durablar, burada da olar. Çünki sizə söz verir, bana yox. Buyur qardaş. Bir daha yeni axşamımız xeyir. Mən bugünkü gün çox şadam ki, doğrudan da neyse lan, mən eşitmişsəm, nədir? Allah sənin canını saylasın, qardaşım. Allah qoy neydim deyə yedizdirməsin sağ. Bugünkü gün belə həmcədə belə ruhdasan, gözəl bir xarici cəhətdən də, daxili cəhətdən də gözəl bir zada maliksən, görünüşə maliksən. Allah qoy həmişə veriləsin. Mən də o İmran qardaş dedik ki, qoy 100 yaşa, 100 illiyini belə yığılaq qeyd edək. Belə bax, bu cürə mətər durursunuz bugün, qoy həmişə sizi veriləsin. Həmişə belə ruhda, belə bir gözəl ailə, mehriban, elə gəlimizin dadı da mehribandır, elə mehriban olun. Elə belə gəldik, mehriban. Mehriban gəlirsə mehriban olmalısınız. Sağ ol, canın sağ olsun, ailənin canı sağ olsun, iki balaların, bir oğlum, hamımızın canını sağ eləsin. Təbrik edirəm. Allah uzun ömür, can sağlığı. Gün o gün olsun belə nəvələrin sünnətinə yığılar. Allah eysi darmış qismat eləsin oğluna da. Kime dedim, bunu Natiq'a mı desin onu? Kime dedim? Mən də bildim, sən Natiq'a desin, eysi darmış qismat eləsin. Hamıya ailə sevinci, bu xoşbəxtlik olsun. Özümüzün ailəmizə, özümüzün balalarıma nə arzuluyuram, Allah sizin balalarınıza versin. Uzun ömür, can sağlığı. Ay maşallah, almışlar biraz.
alqışlar gəlsin Zeynep xanımı gözəl sözdən. Mən bəlkə bilən yoxdur, qanlı mənim qardaş qızsan da, sən sözdə maşallah. Kişi advokat oldu, oxumuyor. Pusat Qazaxıstanda normal kişi gedir, Allah canına sağ eləsin. Buna diplom düzəldəcək, söz verir. O dedi, sən eləyəcək. Qəşəng mahnı gəlsin, vəfədar qardaşımız var olsun. Namik qardaşımla qulağı cingilləsi bugün bu şəhərdə yoxdur. Var olsun, qızı burada acaqsa Fəridə xanım. Fəridə qızımız da buyursun rəqs eləməyə. Gəlsin mahnımız. Sevgiler güler danışar, bir sarılsın
olun, var olun, oyunun əxlarınız var olsun, heç vaxt yorulmuyor. Həmişə belə gözəl günlərdə. İndi bir qəşəng mahnı Nailə qızımız oxusun, Natiq əmsinin şərəfinə, Allah canını sağ eləsin. Və sonra hazırlaşsın, adını deyəcəm. Çok şükür
yoldaşımla, Arzu mamamızla. Mən Balaçaların adından pastının Arzu mama deyirəm, mənim də ağzıma düşüb Arzu mama var olsun, Arzu qonşumuz. Məxluq qardaşım var olsun, Allah onun canını sağ eləsin. Onu da inşallah bir az qalıb yəqin, qapının ağzına dəlili yaş gəlir. Buyursa da öz rəh sözlərini desin, Arzu xanımla birədir. Sonra söz verəcəm Nefti qardaşıma, ondan sonra necə rəngli istir elə var. Gəl görüm ay bəhu. Arzu xanım siz də buyurun. Gəl görüm yanıma bax. Buna vaxtı məktəbdə heç vaxt döyüb. Döyübsəm onsuz da. Bəs onda Elxan qardaş, Afət xanım hardadır? Afət bizə daha toyuq çağırma. Niyə? Çox değil mi? Ha bu deyim qardaş burada, çoxsunuz. Niyə bu qadınlar alsın? Nadir, can sağlığı, ömür uzunluğunu təbrik edirəm bugünkü bu 30 yaşı. 25. Yox, 30. Allah can sağlığı, ömür uzunluğu, xoşbaxt olmasın, can sağlığı, sağ ol. Akşamımız xeyir olsun. Natiq Qudam, təbrik edirəm yubileyini, 50 ilini. İnşallah 100 ilini, 100 yaşını bizlə, bütün qohum qardaşla hamımız bir yerdə 100 yaşını qeyd edək Allah'ın köməklə. Can sağlığı, balalarımız sağ olsun. Həyat yoldaşıyla, bütün qohum qardaşlarla sağ olun, can sağ olsun. Bizim belə Manastarla can sağ olsun. Həmişə belə toyda olsun. Bəli. Sağ ol, yaxşı insanlarsınız. Toy, həmişə yaxşı. Sağ ol Elxan, sağ ol. Görək Arzu o mənə dəyəcək. Təbriz də buradadır, o da dəyəcək. Təbriz, gəlsən Rıqa qaç burada. Mən də qardaşımın ad gününü təbrik edirəm. Gəldi budur, bazdıra 5 dənə oğulluğu yola vurduq, şükür. İndən sonra yenə bir 10 dənə o belə ad günü, 10 dənə onluq savaq demişəm, dedi ki, əşi qarğıysan dedi, ondan da onluq çoxdur. Bugün gülüş günündə anadan olub mənim qardaşım. İndən sonra da ömrün axırına kimi gülməyi ona qismət olsun. Heç vaxt ağrımasın. Bəs salam. Təbriz. Gəl qaç buraya, sən gəl görüm. Gəl görüm, gör nə deyirsən. Sən bilirsən ki, dayı bacıoğlu çox istəyir, bilirsən də sən onu. Dizdən şey də var. Поздравляю вас с Днем рождения. Желаю счастья, здоровья, ну и денег. А зачем деньги? Ну, чтобы дядя... Да, богатый и лечился, все такое же. Он же ходит, ну, пропускает мой день рождения. А лучше тогда один стих говори для дяди. Какой-нибудь стихи. А ну, по-любому. Давай. Нет. Хотя да. Bir alqışlar gəlsin görək onda bu gözəl ailənin şərəfinə və mahnı... Sənə deyirsən, görüm. Utandı. Onda qəşəng mahnı gəlsin, buyursun. Arzu xanım üçün xətirlisdir, buyursun rəqsə. Başka bir güzelin sen aramda. Kanına kızıl gül adım vermişim. Her türlü
Hacı xanım çox gözəl dedi. 5 dənə 10'luq. Doğrudan çox gözəl çıxdınız. İndi mən istəyirəm bura qardaşım Mehdi'yi dəvət edeyim. Həm gəlsin öz ailəsinin adından Pəri bacım rədi təbrik eləsinlər Natiq qardaşımızı. Buyur qardaşım, söz həm sizindir, mikrofonu dayından sonra sizindir. Pəri bacımız da buyursun bura. Gəl görüm ay Pəri xanım, siz də buyurun. Öz rəst sözləriniz deyin qardaşım rədi. Gözünüz aydın olsun, gün olsun qardaşımız 100 yox 150 yaşına yıllasın. Çox sağ ol mənim qardaşım. Sən bizim fəxrimizsən, elimizin, obamızın fəxrisən. Allah səndən razı olsun. Başın ucadan uca olsun. Nailə balamdan səni əhatə edən bütün qardaşlarım. Mən bunu həmişə deyirəm, doğrudan sən elimizin, obamızın fəxrisən. Allah razı olsun, bir daha təkrar edirəm. Mən belə əziz gündə qardaşım, nə qədər lazımsa gözəl sözlər qardaşım üçün deyərəm və özümə borc bilirəm bunu, çünki mənim qardaşımdır, canımdır, ciyərimdir. Mən sadəcə olaraq tamadalıq sözünü nəyə görə Mehrab qardaşıma dedim? Çünki onlar tamadalıq aləmindədirlər, bax ona görə onu dedim. Atak burada tamada yox, burada ən yaxın canciyədardır. Mən bir yönəldici kimi, bir aparıcı kimi deyərəm sözümü, niyə demirəm ki? Mən bir daha bağrıma basıram qardaşımı, təbrik edirəm. Təbrik edirəm. Mən vaxtı çatacaq onun gəlməyə də, deməyə də. Əgər məni bir aparıcı kimi dedinizsə, mən onda qoy aparıcılıq edeyim, sadəcə olaraq. Mənim şəxsi sağlığımdır. Bəlkə sayılmır, elə mi? Oldu qardaşım. Bir daha təbrik edirəm qardaşım, can sağlığı. Mənim Mehriban bacım hana. Bunu belə gözəl, bəy uşaqlar deyirəm, bunun 50 olmaz, yalan deyir. Deyirəm, onu 50 kimi görünməyə qoymayan bacımız var burada, Mehriban bacı. Allah ondan razı olsun. Doğrudan da kişi kimi saxlayan, gözəl görüntülər göstərən, əxlaqlı, belə bax bu şəkildə göstərən onun qadınıdır. Allah bu məhəbbəti, bu mehribançılığı, mehribançılıq sözün kökündə mehriban sözü var, bilin. Bu mehribançılığı bizə çox görməsin, qoy həmişə bizi əhatə edən qardaşların, cancanların bizim yanımızda nəysik olmasın və həmişə deyək, gülək, can deyək, can eşitək. Can sağlığı, ömür uzunluğu, doğrudan can sağlığı özün qəşəh bilirsən ki, ən gözəl nemət can sağlığıdır. Ona sən arzu edirəm qalaq. Qalanını sənin özün qazanmaq olasın. Tarix xanım, gəl hadi. Mən onun əvəzinə deyirəm, Natiqin təri qohumu da bunu təbrik edir. Can sağlığı, ömür uzunluğu arzu edir. Allah'ım qurban olum ki, hər adama bir cür səs verir, maşallah. Görürsən mənim səsim belə çıxmır. Elə bir ki, su bu fərələ qarşıdırıb boğazda, maşallah. Allah sağlasın. Pəri xanım, bəli. Bir dənə ondan yoxdur da. Yox. Yox deyilən də bir nəsə deyil. Özgə vaxt, qeybət qanı 2 saat telefon qoymuşsunuz. Mənim ay vaxt elədi də bilirəm. Nəsə deyirsən deyil. Mehdi Aşerlər. Uzunluğu ömür can sağ. Açından lazımdır. Bəslə, bir alqışlar gəlsin və qəşəng mahnı gəlsin. Yandı canım
tendensiya var ki, ən yaxın cancıyalar olduğuna görə hər dəfə eyni insanlar çıxana görə eləyək ki, laf gözəl olsun hər şey. Mən bu dəmdə, belə bir gözəl gündə böyük qardaşımız, cancıyarımız Yunus qardaşımıza söz vermək istəyirəm. Ailəsinlə, o gül balalarından buraya buyursun. Əslində böyük qardaşdan başlamaq lazım idi. Evi yoxdur, Allah canını sağ eləsin. Yunus da oradan bizim qardaşımızdır, canımızdır, canımızdır. Sağ ol, qardaş. Uzun ömür, can sağlığı, ailə saadəti, bütün gözəlliklər. Gəlsin bir gözəl musiqi, ailəsinlə, balalarımla, Natiq qardaşımın ailəsinlə bir rəqs eləsinlər, gözəl sevinsinlər. Həyat olarsa çağırdan, qəşəng mahnı gəlsin. Bir qəşəng mahnı. Leyla, o benim Leyla.
İçimden zehir Dayan Leyla'm, ha Leyla'm Leyla'm, ha benim Leyla'm İçimden ayır Dayan Leyla'm. Söz diyeceğim. Söz diyeceğim. Hemen o sözün yukarıda kalın göre. Çok sağ olun kardeşim. Ben bir daha bu güzel günde Natiq kardeşime can sağlığı, ömür ruhunu arzu edirəm. Ve bu güzel günde en yakın kardeşi, en yakın dostu, kirvəsi, cancarı olan Ələddin kardeşi buraya davet edirəm. Deyirlər ki, kardeşlerden sonra kirvə sözü gelir. En yakın qohum, en yakın kardeş, cancar sıralarında kirvə söz var. Ona görə də Ələddin kardeşi buraya davet edirəm. Həyat yoldaşı Elmira bacımız buraya davet edirəm. Görək öz kirvələrinə, can qohumlarına, qan qohumlarına öz ürək sözlərini, öz ürək təbriklərini desinlər.